Maddə miqdarımız nədir? Nu-dur. Nu maddə miqdarı adlanır dedik. Düzdür? Maddə miqdarının başqa adı mol miqdarıdır. Yəni mol miqdarı, maddə miqdarı eyni anlayışlardır. Maddə miqdarı, mol miqdarı hər ikisi eyni anlayışdır. Daha sonra deyirik ki, Nu-nun vahidi moldur. Yəni 5 mol, 6 mol Nu maddə miqdarının vahidi moldur. Nu-nun 3 düsturu var dedik ki, kiçik n bölünsün böyük n, Nu bərabərdir kiçik n bölünsün n-a, Nu bərabərdir V bölünsün 22/4. n-nın qiyməti 6,2 vurulsun 10^23-dür. 22/4 litrimiz isə o deməkdir ki, bizim bütün qazlarımız normal şəraitdə 1 molu 22/4 litr həcm tutur. Bunları nə etməliyik? Əzbər bilməliyik. Bizim dərs olaraq nəzəri hissəmiz bunlardan ibarətdir bu 56 testdə. Sadəcə bunları tətbiq etməyi bilməliyik. Bu dediklərimi gəlin indi birlikdə testlər üzərində bir-bir tətbiq edək. Mən ilk öncə birinci sualdan başlamıram. Səbəbi odur ki, birinci, ikinci, üçüncü sualda biraz gərək əvvəllərini daha yaxşı, sonrakı misalları daha yaxşı biləsən ki, sonra qayıdasan. Ona görə başlayıram 7-ci sualdan. 1-dən 6-ya sonda baxacam. 7-ci sualdan. Mənə deyir ki, 5 mol H2S-də neçə molekul var? 5 mol H2S-də neçə molekul varsa, deməli mənim H2S-imin Nu-su, yəni mol miqdarı 5 imiş. Düzdür? H2S-imin Nu-su 5 mol imiş. Mənim də bir düsturum var. Burada baxın, molekul deyirsə, atom sayı deyirsə, deməli sən bu düsturdan istifadə edəcəksən. Nu bərabərdir n bölünsün na düsturundan istifadə edəcəksən. Səndən burada n istəyir, böyük n-i. Böyük n molekul və yaxud da atom sayıdır. Molekul və yaxud da atom sayı hər ikisini soruşa bilər. Na Avogadro ədədidir ki, qiyməti də 6,2 vurulsun 10^23-dür. İndi bizdən burada n-i soruşursa, n bərabərdir, Nu vurulsun na-dır. Gəlin indi Nu və na-ya əsasən n-in qiymətini tapaq. N bərabər olasıdır 5 vurulsun 6,2 vurulsun 10^23-ə. Bu da eləyəsidir 3,1 vur. İndi artıq burada riyaziyyatınız yaxşı işləməlidir. Buradan eləyir 30,1 vurulsun 10^23. Biz də bilirik ki, vergülü bir tərəf bu yana eləsəm, bir dənə onluq artıq 10^24 olur. Yəni riyazi hissə. Cavab da olur A variantı. Leyla başa düşdün? Bəli. Keçən dəfə iştirak eləməmişdin deyə. Hər kəs aydın oldu? Xüsusən Leylanı vurğuladım ona görə. Yəni bu buradan eləyirik. Mursalı başa düşmədin? Bəli. Başa düşdün? Qeyd elə. İzahların hamısını qeyd elə. Gəldik 8-ə. 224 litr karbon qazında neçə molekul var? Sualımız baxın budur. 224 litrimizdirsə, deməli mənim V-imdir də həcmdir. 224-ə bərabər imiş. İndi hansı düsturdan istifadə edərik? Baxın 3 düsturu yuxarıdan yazıram ki, gözünüzün önündə olsun. Bəzi uşaqlar var ki, tənasüblə eləməkdə çətinlik çəkirlər. Ona görə mən həmişə düsturla verirəm. Bir dənə tənliyi 2 dəfə yazdım. Amma tənasüblə də deyəcəm. Nə yazmısınız? 23,4. V bölünsün 22/4. Bəli, 22/4 həmişə sabitdir. Vm deməkdir. Deməli, mənim həcmimi 224 veribsə, mol miqdarımı tapa bilərəmmi? Bəli, tapa bilərəm. Çünki Nu bərabərdir. V bölünsün 22/4-dür. Mənim V'm də 224-dür. 224-ü bölürəm 22/4-ə. Bu da eləyir neçə? 10 mol. Bizə deyir, bəs neçə molekuldur? 10 moldursa, molekulun tapmaq üçün bayaqki Nu vurulsun Na düsturuna əsasən. Onu da vururam Avogadro ədədinə. 6,2 vurulsun 10^23-ə. Bu da eləyir 6,2 vurulsun 10^24.
Və yaxud da tənasüb kimi necə yaza bilirəm? Deyirik ki, 22.4 litrimiz Leyla neçə moldur? 22,4. Bəli. 22 bütün qazlarımızın 1 molu 22.4 litrdir. Deməli 22.4 litrimiz 1 moldur. 1 moldursa Avogadro ədədimiz də elə Na-dır. Yəni 22.4 litr molekulumuz elə 6,2 vurulsun 10 üstü 23-dür. Aydın oldu? Yenə də deyirəm, Tamam, cümləni təkrar eləyirəm. 22.4 litrimiz 6,2 vurulsun 10 üstü 23 molekuldur. Bəs 224 neçə molekul olar? X. Bu da sizə tənasüb üsulu. Buradan da X-i tapırsınız birbaşa. 6,2 vurulsun 10 üstü 23 ona vuranda 6,2 vurulsun 10 üstü 24. Aydın oldu? Yəni iki üsulun ikisini də dedim. Biri düsturdur, biri tənasübdür. İndi hansı sadədirsə. Hamısını vərəqinizdə yazın, dəftərinizdə yazın ki, sonra təkrar eləyin. Çünki bu mövzunu indi sizə verdikdən sonra, indi bu birinci dəfə işləyənlər ki var, misal Nərgiz keçibdi, amma Mursalıdır, Leyladır, Gülsümdür, birinci dəfə keçirlər deyə deyəcəm gedib təkrarən bu mövzunu təkrarən axşama qədər işləyib atın mənə. Başqa dərsinizin olmasına fikir vermirəm ha. Bu mövzunu mənə birdən 56-ya təzədən qırmızı ruska ilə yazıb atacaqsınız ki, bilim təkrarən rahat işləyə bildiniz. Gəldik 9-a. 15.8 qram bunlar kimyanın əsas hissəsidir. Biz hər bir dərsində, kimyanın hər bir dərsində bu mol miqdarından istifadə edəcəyik. Siz maddə miqdarı mövzusunu bilməsəniz, elə bil ki, kimyanın ən əsas hissəsini bilmirsiniz. Ona görə diqqətlə qulaq asın. Baxın, natrium 2, S2, O3. Bir molunda nə qədər atom var? Kim deyər? Kükürt atomu var daha doğrusu. Nə qədər kükürt atomu var? 2 dənə kükürt atomu var. Düzdür. Bir molunun kütləsi nə qədərdir bunun? 158 qramdır. Deyirsən ki, 158 qramında 2 dənə atom var. Yəni 2 dənə Na var. Həmişə atom sayında Na-ya vurursan nə qədərdirsə. 15.8-ində nə qədərdir? X. Buradan da X çıxır ki, 0.2 Na-dır. Na-nın da qiyməti neçədir? Yazmışdım bayaq. Əzbər bilməliyik. 6,2 vurursun 10 üstü 23. Deməli 0.2-ni vurursunuz 6,2 vurursun 10 üstü 23-ə və tapırsınız. Və yaxud da belə yazarsınız. Siz Na-ya görə getməyin ki, beyniniz qarışmasın. Mən heç getmirəm. Əvvəlcə deyərəm ki, 158 qramında 2 dənə kükürt atomu var. 15.8-də nə qədər kükürt atomudur? 0.2. 0.2-ni tapandan sonra bilməlisiniz ki, bizdən atom sayı istəyirdi. Axırda Avogadroya vurmalıyam. Onsuz da cavablardan da görünür ki, Avogadroya vurmalıyam. Uşaqlar deyir, mənim orada 10 üstü 23 varsa, deməli Avogadroya axırda vurmalıyıq. Düz deyirlər. 0.2-ni vurun Avogadroya. O da olur. Neçə? Vururuq 22,4-ə. 22.4-ə niyə vurursan? Burada qazdan söhbət eləmədik axı. O 22.4 ancaq qazlara aiddir. Qazlarda vurursan 6,2 vurursun 10 üstü 23-ə. O da eləyir 1,204 vurursun 10 üstü 23. Na 6,2 vurursun 10 üstü 24-dür. Qazların həcmi 22.4 litrdir. Ayrı-ayrıdır. Qarışdırma. Yaxşı? Yaxşı. Başa düşdün? Bəli. Dəqiq. Bəli. İndi onsuz da bunları təkrar yazanda hamısını başa düşəcəksən. Burası çətin mövzudur. Asan mövzu deyil maddə miqdarı. Yazıram. Siz yazdıqca mən də dəftərimə qeyd edirəm. İndi dərsdən sonra bir də oturub yazacağam bu testləri. Ona baxırıq. Deyir 0,1 molumuzun kütləsi 2,67-dir. 0,1 molumuz 2,67 qramdırsa, yadınızda saxlayın, həmişə bu tip suallarda 1 mola gətirməlisiniz. Dünən də sizə izah elədim. Güvəndə var idi bu suallardan. Sizə dedim ki, həmişə 1 mola gətirməliyik. Hər zaman. Tənasübü qurursunuz ki, 0,1-imiz 2,67-dirsə, birimiz X bromüt imiş. Həmişə mən maddəni yazıram ki, bilək ki, X bromütün kütləsini tapırıq, 1 molunun kütləsini.
Buradan x brom 3-ün kütləsi olur 267. X brom 3-də nəyə bərabərdir? Necə yazırıq bunu? X özü var deyə x üstə gəlinsin. Bromdan 3 dənədir, düzdür. Bromun bir dənəsi də 80-dir. Bizə aşağıda veribdir. Ona görə 3 vurulsun 80. Bərabər imiş 267-yə. 3-ü 80-ə vuranda 240 eləyir. Onda x bərabərdir 267 çıxılsın 240 bərabərdir 27. Variant olur B bəndi. Aydın oldu, necə elədim? Bəli. Hı. Hı. Gəldik 11-ə. Deyir ki, müəyyən həcm propanın kütləsi 8,8 qramdır. Eyni həcm deyirsə yadınızda saxlayın. Həcm nisbəti, baxın xüsusi qayda. Həcm nisbəti bərabərdir mol nisbətinə. Nədir? Həcm nisbəti mol nisbətinə bərabərdir. Mol nisbəti bərabər. Hı. İndi baxaq. Propanın həcmini 8,8 qram veribsə, siz propanın mol miqdarını tapırsınız. Nü bərabərdir 8,8 bölünsün 44. Bu da eləyir 0,2. Düzdür? Hardan tapdım? Bəli. Nü bərabərdir kiçik m bölünsün böyük m düsturuna əsasən. Kiçik m verib 8,8, böyük m isə verib mənə 44. Propan C3H8-dir. Bu da eləyir neçə? 0,2. Və yaxud da düstur kimi yaza bilərsiniz. Tənasüb kimi yaza bilərsiniz ki, 1 molum 44 qramdır. Bəs neçə molum 8,8 qramdır? 0,2 eləyir. Deməli, dəm qazımda 0,2 mol imiş. 0,2 mol dəm qazının kütləsini tapmaq üçün də 0,2-ni vurursunuz 28-ə, eləyir 5,6. Yəni B bəndi. Aydın oldu? Bəli, başa düşdüm. Keçdik davamına. İndi burada bir neçə sual eləyəndən sonra sizə verəcəm ki, siz hesablayın, fikirləriniz maraqlıdır. Gəlirik neçəyə? 12-yə. 12, 13-ü mən izah edirəm. Siz yazdıqlarımı siz eləyirsiniz. Siz. Mən. Siz. Siz. Bir dənə 16-nı, 15-i, 13-ü izah edeyim. Siz yazdıqlarımızı sizə verəcəm ki, yazın. Yaxşı? Deyir ki, 18 qram X2O maddəsində olan bütün atomların sayı 6,2 vurulsun 13,23-ə bərabərdir. X2O-da kütləm nə qədərdir? 1 molunun kütləsi 18 qrama fikir verməyin. X2O-nun 1 molunun kütləsi 2X üstəgəl 16-dır, oksigen 16-dır deyək. 2X plus 16-da nə qədər atom var? X2O-da nə qədər atom var, Leyla? 22,4-ü qoy bir tərəf, o litrdir, həcmdir. 6 Atom sayı. 2 dənə X atomu var, 1 dənə oksigen atomu var. Cəm neçə eləyir? Cəm eləyir 3. Düzdür. Amma həmin 3-ün yerinə yazıram 3Na, yəni 3 Avogadro. Yəni 3 vurulsun 6,2 vurulsun 10 üstü 23. Niyə? Çünki atom sayını biz Avogadro ədədi ilə göstərməliyik, vurmalıyıq onu. Deyirsiniz ki, 2X plus 16-da 3 vurulsun 6,2 vurulsun 10 üstü 23 qədər atom var. Bəs neçə qramında bilmirəm, qramını M ilə işarə eləyirəm. 6,2 vurulsun 10 üstü 23 olur. Burada 6,2 vurulsun 10 üstü 23-lər ixtisar gedir. Qalır 3M. Burada kütləni verib bizə. M-in yerinə 18-i qoymalıyıq. Mən deyirəm, bu nədir? 18 qram verib axı. Buradan X-i tapırıq. 6,2 vurulsun 10 üstü 23-lər ixtisar gedir. Nəticədə qalır 2X plus 16 bərabərdir. 3 vurulsun 18-ə. Buradan da X-i tapsaq, 2X bərabərdir. 54-dən çıxırsınız 16-nı. Aldığınız ədədi də bölürsünüz X-a.
cavabı alırsınız. İndi bilmirəm cavabı neçə eləyir. 54-dən 16-nı çıxanda neçə qalır? 19 eləyəcəkdi. 38 qalır. O da 2-yə böləndə 19 eləyir. Aferin. Hə, 219. Aydın oldu? Gəldik 13-ə. Bəli. Avogadro bizə nə verib? 1,505 vurulsun 10 üstü 23 verib. Nə etməlisiniz? Mol miqdarını tapmalısınız ilk öncə. Bir dəqiqə silim. Mol miqdarını tapmaq üçün nə edirsiniz? Avogadro ədədini bölürsünüz. Avogadro ədədini %2 vurulsun. Yox, 1000-də 2. vurulsun Mində 2 1000-də 2. vurulsun 10 üstü. %2, altdan %2 vurulsun 10 üstü 23-ə bölürük. Bu da eləyir 0,25. 0,25 mol CO-nun kütləsini tapmalısınız. Yəni 0,25-i vurursunuz 28-ə. Tapırsınız. Aydın oldu? Bəli. İndi 14, 15, 16-nı üçünü yazmağa çalışın görə yaza biləcəksinizmi? Sonra davamına baxaq. 4,48 litr. CH4 neçə qramdır? Baxın bunu iki cür yazır. Bir tənasüblə, bir də hansı sualdayıq? Deməli 16-da qalmışdıq. Düzdür? Dedik ki 16-nı sizə iki cür deyəcəm. Diqqətlə qulaq asın. Mursalı yaz, qeyd elə. Yazıb qeyd eləyəndən sonra dərsdən sonra mənə qeyd dəftəri atarsan görüm nə yazmısan ora. 4,48 litrdirsə, deyirik 22,4 litrimiz 1 moldur. 1 molunun kütləsi nə qədərdir? 16 qram. 4,48 litrimizin kütləsi nə qədər olacaq? X. X da buradan bərabər olacaq 3,2-yə. Və yaxud da düstur kimi getmək istəsəniz, deyərsiniz ki, nü bərabərdir. 4,48 bölünsün 22,4. Bu eləyir 0,2. Həmin o 0,2-ni də vurursunuz 16-ya. Kütləsini tapırsınız ki, 3,2. Amma tənasüb kimi təbii ki, getmək daha asandır. Sonra deyir ki, 112 litr karbon qazı neçə qramdır? 17-ni tapmaq üçün deyirsiniz ki, 22,4 litrim 44 qramdırsa, 112 litrim X-dır. X-i də buradan tapırsınız. 5 dəfə çox. 44-ü də 5-ə vuranda 220. 18-də deyirsiniz ki, 1,505-i vurulsun 10 üstü 25-i böləcəm Avogadro ədədinə. Çünki bu N-dir. Bölürəm NA-ya. Tapıram bunun neçə mol olduğunu. Eləyir 25 mol. Bəndi. 19-da 5,6 qram kalium OH neçə moldur deyirsə, 5,6-nı bölürsünüz 56-ya, olur 0,1. Və yaxud da deyirsiniz ki, 1 molumuz 56 qramdırsa, neçə molumuz 5,6-dır. O da eləyir 0,1. 20-də dedik ki, bütün qazların 1 molunun həcmi neçə litrdir? 22,4 litr. 2 molunun həcmi neçə litrdir? 44,8 litr. 3 molunun həcmi neçə litrdir? 67,2. Yəni vururuq da. 3 deyəndə 3-ə vururuq, 2 deyəndə 2-yə vururuq, 5 deyəndə 5-ə, 1,5 deyəndə 1,5-ə. İndi bizdə burada hamısının həcmini A veribdir. Deməli, bunların A-nın hamısını neçəyə vuracam? 22,4. Onda V1-imiz də olacaq 22,4A. V2-miz də olacaq 22,4A. V3-ümüz də olacaq 22,4A. Deməli, bunlar hamısı bir-birinə nədir? Bərabərdir. Aydın oldu? İndi 21, 22 sizdə. 23, 24, 25-i mən deyim. Daha doğrusu 23 də sizdə. 21, 22, 23-ü siz yazıb atacaqsınız mənə. 24, 25-i mən deyirəm. 24-də normal şəraitdə eyni sayda molekulları olan X2 və Y6 və X4, Y8 qazları üçün nə fərqlidir? Fərqli olanı tapmalıyıq. Kütlələri baxıram, fərqlidir. Niyə? X2, Y6-nın kütləsi 2X plus 6Y-dir. X4, Y8-in kütləsi isə 4X plus 8Y-dir. Yəni, kütləcə bir-birindən fərqlidirlər. Eyni sayda molekulu varsa. Bir fərqlidir. Eyni sayda molekulları varsa, mol sayları da eyni deməkdir. Həcmləri də eyni deməkdir.
Molekul nisbəti mol nisbətidir. Mol nisbəti həcm nisbətidir. Yəni eynidirlər. Burada fərqli olan 24-də təkcə kütlədir. 25 mol sayları 25-ə diqqətlə qulaq asın, məsələdir. Deyir ki, mol sayları bərabər olan karbon və kükürddən. Karbon və kükürd. Mol sayları bərabər deyilsə, karbon da x moldur, kükürd də x moldur. Karbonun bir atomunun kütləsi 12 qramdır. X mol demişəmsə olur 12x. Kükürd 32-dir. X mol demişəmsə olur 32x. Bunların cəmi bərabər imiş 8/8-ə. Buradan x-i taparam. 44x 8/8-dirsə, x də bərabərdir 0/2-dir. Deməli, burada karbon da, kükürd də 0/2 mol götürülübdür. Amma məndən karbonun kütləsini istəyir deyə 12-ni vururam 0/2-yə, bərabər olur 2/4-ə. Aydın oldu? 25-də belə. Deməli, bunu silirəm. 21, 22, 23-ü siz yazırsınız, atırsınız mənə, tez baxıram. Bu biri səhifədə. Burada yoxdur sual. Əslində, bu 25-ci sualdan 2 növ olmalıdır. Biri yoxdur. Gözümə dəymədi. Görün, bu tərəfdə yoxdur. Ki, verim siz yazın. Yoxdur. Siliblər, ləğv eləyiblər o sualı. Niyə ləğv eləmişsiniz? 2 dənə vermişdiniz o gül kimi. Yoxdur. 21, 22, 23-ü yazın. Bekliyorum. 21, 22, 23-ü. Yazıb atın mənə. Baxaq görək necədir. Sonra da davamına bax. Gəldi 28-ə. 28-də maqnezium SO4-də atom sayı 2 + 4, 6 dənə. Suda 7 vurulsun 3, yəni 21 dənə. 21-in üstünə 6 gəlirəm, 27. Həmin 27-ni də vururam 0/2-yə, 5/4. 29-da 90 qramdırsa, 90-ı bölürəm 30-a 3 mol. 56-nı bölürəm 28-ə 2 mol. 30-da 33/6 litrdirsə, hər ikisini 22/4-ə böləcəm. 1/5 x-dır, y isə 2-dir. 32-də hidrogenin sayını bərabərləşdirmək üçün 6, 2, 3 əkobları ilə 6-nın özüdür deyə. Bu olur 1 mol, H2S-də 6-nı 2-yə böləndə 3 mol, NH3-də 2 mol. Müqayisə eləyəndə N2 böyükdür, N3 o da böyükdür, N1. 33-də hidrogen 8 qramdırsa, bölürəm 2-yə, çünki H2-dir, elədir 4 mol. Deməli, x-ım 4-dür. Həcmim isə 4 vur 22/4, yəni 89/6-dır. 89,6-dır, Y bəndi. 34-də 42-ni bölürəm 28-ə, eləyir 1/5, həcm də olur 33/6. A bəndi. Gəldik 35-ə. Deyir ki, hansı maddənin 1 molu normal şəraitdə 22/4 litrdir? Yəni, normal şəraitdə qaz halındadır. Normal şəraiti 25 dərəcə götürürük. 25 dərəcədə qaz halında olanları seçməlisiniz. Biz də demişdik ki, qaz halındadırsa, deməli qaynama temperaturundan böyükdür otaq temperaturunda. 25 dərəcə bunların hansından böyükdür? Yalnız Z-in qaynama temperaturundan böyükdür, -10-dan böyükdür. Ona görə də doğru cavabımız Y bəndidir. Gəldik 36-ya. İnşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisindəki hava həcmcə 78% azotdan, 21% oksigendən və 1% karbon qazlarından ibarətdir. Zalın həcmi 400 metr kub olarsa, havada olan oksigen qazının həcmini tapın. Heç bir şey. 400-ün 21%-ini tapırsınız. Bu qədər bəsit. O da eləyir 84. 37. Deyir ki, kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün bir şarı helyum ilə, digər şarı isə karbon qazı ilə doldurur və sıxlıqlarını müqayisə edir. Kütləsi böyük olanın sıxlığı da böyük olur. Karbon qazının kütləsi böyükdür deyə helyumdan sıxlığı da böyükdür. Yəni, doğru cavab B bəndidir. Aydın oldu?